xanım Zəhra əleyhissalam yeganə şəxsiyyətdir ki, digər məsumlardan fərqli xüsusiyyəti ondadır ki, şəninə xüsusi bir surə gəlir. Onun vasitəsi ilə Allah Peyğəmbərə atılan tənələri, təhqirləri rədd edir. Onun misalında Əhl-i Beyt düşmənlərini təhdid edir. Amma digər fəzilətlərdə digər məsumlarla şərikdir. Məsələn, Təthir ayəsi, Əhzab 33-cü ayədə Əhl-i Beytin məsumiyyəti Allah istəmişdir ki, siz Əhl-i Beytdən hər növ çirkinliyi uzaq etsin və sizi tərtəmiz etsin. Digər məsumlar kimi xanım da oradadır. Yəni, müştərək fəzilətləri var. Amma Kövsərdəki fəziləti mənqəbədir. Mənqəbə o şeyə deyərlər ki, bir məsumda var, başqasında yoxdur. Fəzilət odur ki, hamıda var. Məsələn, Əli əleyhissalamın elə mənqəbəsi var ki, o heç bir ənbiya və övliyada yoxdur. Heç bir məsumda yoxdur. Məsələn, Peyğəmbər salavatullah buyurur ki, Əlinin Xəndək günü Əmr ibn Əbd Vüddəyə vurduğu zərbənin ağırlığı qiyamətə qədər ins və cinnin etdiyi əməllərdən daha üstündür. O, Əli əleyhissalamdan başqa heç bir məsuma qismət olmayan mənqəbədir. Buna deyərlər mənqəbə. Çünki nə heç vaxtı Xəndək döyüşü olmayıb, nə də heç vaxtı Əmr ibn Əbd Vüddə kimi bir şəxs. O, qismət oldu Əli əleyhissalamın mənqəbəsinə. Dediyimiz kimi, xanımın da elə mənqəbələri var ki, heç Əli əleyhissalamın özündə belə o mənqəbəni biz görmürük. Məsələn, Kövsər surəsinin xüsusi olaraq o xanımın fəzilətinə, mənqəbəsinə aid olması kimi.